Təhsildə Keyfiyyət Təminatı Agentliyi Bakı Dövlət Universitetində ali təhsil müəssisələri üçün keyfiyyətə doğru addım akkreditasiya prosesinə hazırlıq adlı seminar keçirir. Tədbirdə ölkənin 40 ali təhsil müəssisəsindən 84 əməkdaş iştirak edir. Tədbirin ilk günü akkreditasiya prosesində ali təhsil müəssisələrinin və ekspertlərin rolu mövzusunda panel müzakirəsi keçirilib. Seminarın açılış mərasimində çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib ki, ali məktəblərin akkreditasiyası kifayət qədər məsuliyyətli bir prosesdir. Bu, yalnız universitetlərin fəaliyyətini qiymətləndirmir, həm də onların daxili inkişaf strategiyasını, idarə etməni necə qurduqlarını göstərir. Cəmiyyət qarşısında cavabdehlik hissini gücləndirir. Bəzən səhv olaraq akkreditasiyaya cəza mexanizmi kimi baxılır. Əksinə, akkreditasiya qüsurların düzəldilməsi üçün faydalı, universitetlərin xeyrinə olan prosesdir. Özünü təhlili düzgün aparmayanda nöqsanların düzəldilməsi də çətin olur. Keyfiyyət təminatı yalnız tədrisi deyil, elm, beynəlxalq əlaqələr, sosial həyat, hətta təsərrüfatın təşkili kimi məsələləri əhatə edir. Belə seminarların təşkili müxtəlif universitetlərin bu sahədə təcrübə mübadiləsi aparmasına imkan verir, deyə rektor əlavə edib. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov isə çıxışında ali təhsil müəssisələrində keyfiyyət mədəniyyətinin formalaşdırılması, dayanıqlı inkişafın təmin olunması və tələbə yönümlü təhsil mühitinin gücləndirilməsi baxımından belə seminarların mühüm rol oynadığını vurğulayıb. Ali təhsildə cəmiyyətin keyfiyyətə çevrilməsini yüksək səviyyədə təmin edə bilsək, cəmiyyətə daha çox fayda vermiş olaraq. Akkreditasiya ali təhsil müəssisələri üçün vəziyyətin düzgün qiymətləndirilməsi və onun daha da yaxşılaşdırılması üçün bir alətdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi bu məsələdə ali təhsil müəssisələrinə dəstək verməyə hazırdır. Akademik dürüstlük hər bir ali məktəb üçün əsas məqamdır, deyə sədr vurğulayıb. Qeyd edək ki, seminarın əsas məqsədi institusional və proqram akkreditasiyasına ali təhsil müəssisələrinin hazırlıq səviyyəsini artırmaq, onlara metodoloji dəstək göstərmək və akkreditasiya prosesinin uğurla təşkil edilməsi üçün zəruri tədbirləri paylaşmaqdan ibarətdir. Müzakirə zamanı ekspertlər və ali təhsil müəssisəsinin nümayəndələri akkreditasiya prosesində ali təhsil müəssisələrində müşahidə olunan güclü və zəif tərəflər, proqram və institusional qiymətləndirmə arasında fərqlər, özünü təhlil hesabatlarında rast gəlinən əsas çağırışlar, eləcə də akkreditasiyanın inkişaf yönümlü qiymətləndirmə kimi tətbiqinə dair təcrübələrini bölüşüblər. 2 gün ərzində təşkil olunacaq seminar sessiyalarında təhsildə Keyfiyyətə Təminat Agentliyinin əməkdaşları tərəfindən təqdimatların keçirilməsi nəzərdə tutulur. Rəbiyyə Əhmədova, Ramiq Abbasov, APA TV.